Növbəti bir termobotu təmirə gətiriblər. İzləyicimiz problem var, heç problemini də bilmirəm. İndi orta nəticəni bir yerdə izləyək. Qoruyucu işləyir, termostat işləyir. Mühərrikdə problem var. Miqriklərdə də problem var, qüsur var. İkisini də yoxlamışam. Miqrikləri dəyişək. Çıxartdıq. Yuvacaqları açdıq. Miqrikləri dəyişdik. Mühərrik götürdük. Termosatka taxdıq. İlk öncə payka vurmadan mühərriki yoxlayaq. Sakit işləyir. Həmən hissələri spirtlə təmizləyirik. Islata qalmasın. Termosatkaları sıxırıq. Heç bir halda izolentdən istifadə eləmək olmaz. Bu platada da qüsur çıxdı. Başqa bir platı götürmüşük. Öz spiralında da qüsurlar var. Spiralda yenilədik. Spiral qoyduq. Hər bir şey bərkitdik. Su əlavə eləmişik. Dispenser işləyir. Digər knopkada işləyir. Dispenserin. Qızır. Götürüb. Hələ də qaynayır. Sarıya keçdi. Termostat söndü. Spiral göstərir ki, işləyir, amma işləmir. Biri qaynadır, qızdır, isti saxlayanı işləmir. Mühərrikdə problem var, miqriklər işləmədi. Bu platada da o qədər hissə yanıb ki, məcbur olub zbor platanı dəyişdim. Spiralın gücüdür. Bu da nəticə. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.